Salam, xəbərin brendi günün trendi efirdədir. Bugün Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin doğum günüdür. Bununla bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Instagram hesabında paylaşım edib. İlham Əliyev seçdiyi yolun böyük məsuliyyətini dərk edərək bu yolu inamla və ləyaqətlə addımlayır. Arzu edirəm ki, bu yolda onun qarşısına çıxan bütün çətinliklərə qalib gəlib, daha böyük, yenilməz və danılmaz uğurlar əldə etsin. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bugün Xankəndi şəhərində Zəfər Parkının açılışında iştirak ediblər. Xankəndi şəhərində Zəfər Parkının yaradılması bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə bu layihə Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbəni əks etdirir. Eyni zamanda park Xankəndi sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək. Bundan başqa belə istirahət məkanlarının yaradılması işğaldan azad olunmuş ərazilərdə görülən geniş miqyaslı bərpa quruculuq işlərinin uğurla davam etdiyini göstərir. Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 9-11 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilmiş itkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub və yayılıb. Konstitusiya və suverenlik ili çərçivəsində Prezident İlham Əliyevin son 20 illik fəaliyyət nəticəsində elektroenergetika sahəsində əldə olunan nailiyyətlərə həsr edilmiş Nur Zəfəri adlı sənədli film hazırlanıb. İnovativ iqtisadi modelə sahib ölkəyə çevrilib. Bugün Azərbaycan Asiyanı Avropa ilə birləşdirən əsas strateji marşrutlardan biri kimi çıxış edir. Bərpa olunan enerji mənbələri üzrə atılan strateji addımlar sayəsində ölkəmiz regionun enerji xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Vətən müharibəsi qazisi Elçin Qurbanov vəfat edib. Elçin Qurbanov Türkiyədə müalicə olunurmuş və orada dünyasını dəyişib. Bakıda sərnişin avtobusu əks yola çıxaraq təhlükəli vəziyyət yaradıb. 38 nömrəli avtobus əks istiqamətə çıxaraq dəmir yolu keçidini bağlayıb. İlkin məlumata görə avtobus sürücüsü yaranmış təhlükəli vəziyyətin fərqində olsa da hərəkəti davam etdirməyə cəhd göstərib. Nəticədə həm avtobusdakı sərnişinlərin, həm də ərazidə olan vətəndaşların həyatı təhlükə altına düşüb. Bir dənə də bu ağam, bunlara bax, icadlara bax, soxur bax, streçli yola gəlib soxublar özlərini deyə ağam. Bu nə mədəniyyətdir? Niyə bunları belə şeylərə kamera qoyub bunları cərimələmək lazımdır? Belə bu. Rusiya-Ukrayna müharibəsində daha bir Azərbaycanlı həlak olub. Goranboy sakini Dilsuz Kərimov müharibədə döyüşərkən aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun hərbi əməliyyatlarda Rusiya Müdafiə Nazirliyinin tərkibində döyüşdüyü bildirilir. Qeyd edək ki, Dilsuz Kərimov bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən igidliyə görə ordeni ilə təltif edilibmiş.
Bir elanda iş imkanı, bir klikdə ödənişsiz Wi-Fi, bir elektron poçta maaş artımı, bir paylaşımda sərfəli kampaniya. Kiber təhlükələr çox vaxt ən güvəndiyimiz yerlərdə qarşımıza çıxır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında elektron təhlükəsizlik xidməti tərəfindən təhlükə hər yerdədir devizi ilə hazırlanmış maarifləndirici videoda bu cür kiber təhlükələrlə bağlı xəbərdarlıq edilir. Təhlükə sadəcə küçədə deyil, o iş yerinizdə də gizlənə bilər. Ölkədə kiberdələduzluq halları günü-gündən artmaqdadır. Belə ki, kiberdələduzlar sosial Və bəzən təhlükə elə evinizə qədər gəlir. Təhlükə hər yerdədir. Küçədə, işdə, evdə, sosial şəbəkədə. Kiber təhlükəsizliyin açarı isə məlumatlı olmaqdır. Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin, bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.